Mən bir şeyi burada əyləşən məktəblərimizin də nəzərinə çatdırmaq istəyirəm ki, 2020-ci ilin noyabr ayının 8-indəki qələbə bayramı, zəfər bayramı 2020-ci ildə başlanmamışdır. Bunun təməli 1-ci Qarabağ müharibəsi dövründə qoyulmuşdur. Bizim 90-cı illərin əvvəllərində başlanan bu Qarabağ müharibəsində kifayət qədər Azərbaycan şəhid edildi. Və burada gördüyümüz Kərbəli kənd məzunları da var ki, o uşaqlardan üçü mənim sinif yoldaşlarım oldu. Süleymanov Nimət, Şahbazov Səsər, Şahbazov Zavur. Allah rəhmət eləsin. Allah rəhmət eləsin bütün şəhidlər. Süleymanov Nimətin atası Əli Dayı iştirakıdır. Əli Dayı, səni xüsusilə təbrik edirəm. Bugün Nimətimizin qanı yerdə qalmadı. Bugün Azərbaycan ordusu, Azərbaycan dövləti nimətlərimizin qanını aldı. Çox şükürlər olsun. Çətindir. Nə qədər qürur verici olsa da, nə qədər şərəfli bir status olsa da, evlat itisi çətindir. Sizə səbir verməkdə, sizə söz deməkdə həqiqi mənada azizəm. Ancaq yenə də təsəvvürümüz odur ki, bugün Azərbaycan şəhərlərimizin qanı yerdə qalmalı. Allah dövlətimizi qorusun. Allah Ali Başkomandanımızı qorusun. İlham Əliyevin apardığı uğurlu siyasət nəticəsində, yetişdirdiyi güclü ordu nəticəsində 30 ildən artıq bir müddətdə davam edən işğala 44 günə son qoyuldu və sonra da hər bir şahid oldunuz ki, bir neçə rayonu qan tökülmədən Azərbaycan dövləti əldə elədi və sonuncu antiterror əməliyyatı da bir sutkadan da az çəkdi, 24 saatdan da az çəkdi və orada da yenə bir kəndimizin şəhidi oldu ki, Qəhrəmanov Sadiq, Allah rəhmət eləsin və bunlar bizim fəxrimizdir. Kərbəli də böyük kənd deyil, ancaq bir Kərbəli kəndindən bu qədər şəhid olmaq kəndimizin fəxridir və bunlarla bərabər qazilərimiz də var, bunlara qazansa arzu edilir. Bu tədbiri təşkil edənlərə, Elvan müəllim sizə, hər birinizə öz adından, ictimai adından təşəkkür edirəm. Çox sağ olun.